Esselamu Aleyküm. Bugün mən sizlərə çox gözəl bir səhabəmiz olan Abdullah İbn Səlamdan bəhs edəcəm. Abdullah İbn Səlam Mədinəli Yahudi olmuşdur. Baxın, sizə ilk bu səsimin başında bundan bəhs etmək istəyirəm ki, bəzən biz başlayırıq insanı tənqid etməyə. Bu Yahudi deyil, bu Xristiandır, bu müsəlman deyil, bu kafirdir, belə elə deyib insanlar haqqında pis-pis sözlər söyləməyə başlayırıq. Halbuki hansı insanın daha sonra Allah qatında ən xeyirli olacağını bilmirik. O bəşərə çöldə ən günahkar kimi gördüyümüz insan sabah bütün insanların da keçid çox gözəl əxlaqlı bir insan ola bilər. Və burada da bir Yahudidən sizə bəhs edəcəm mən sizlərə. Abdullah İbn Səlam dediyim kimi bir Yahudi olmuşdur. Atası hətta Mədinədə olan 20 Yahudi alimdən biri olmuşdur. Mədinədə olan Bəni Qaymuqa qəbiləsindən olmuşdur. Hətta 20 yaşına gəldikdə isə atasını elmdə keçmişdir. 30 yaşındakı artıq onun namı, adı sanı Mədinədən də çöllərə getmişdir, daha geniş yerlərə yayılmışdır. Mən sizə Abdullah İbn Səlamın iman gətirməsindən bəhs etmək istəyirəm. Bir gün artıq olur ki, Rasulullah sallallahu aleyhi və səlləm Mədinəyə gəlir. Hər kəs sevinclə, hər kəs bir şənlik içərisində olur. O qədər sevinclə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm qarşılayırlar ki, və o həyəcana qapılıb birdən Abdullah İbn Səlam da Allahu Ekber deyib və bağırmağa başlayır. Hətta yəni orada hələ müsəlman olmamışdır. Bir gün Abdullah İbn Səlam 3 sual hazırlayır və düşünür ki, bu sualları getsəm Rasulullaha deyəcəm. Əgər ki, bu sualların cavabını bilsə, deməli Peyğəmbərdir. Amma verməsə də ki, mən onun qarşısında olacağam, yanında olmayım. Və ətrafındakı Yahudilər də toplayır, gedir Rasulullaha öz suallarını verməyə. Gəlib Rasulullah sallallahu aleyhi və səlləm yanında çatdığı zaman, üzünə baxdığı zaman donub qalır, heç bir sualını verə bilmir. Və ardınca da deyir ki, bu üzdən yalan ola bilməz. Yəni onu görər görməz iman gətirir. Və iman gətirdikdən sonra Rasulullahla bir mövzuda razılaşırlar ki, Rasulullah, mən ailəm gəlsin, yəni mənim ailəmdən olan, yaxınlarımdan olan Yahudilər gəlsin, sən öncə onlardan mənim necə biri olduğumu soruş. Gör mənim haqqımda nə deyəcəklər. Sonra da mənim müsəlman olduğumu söylə. Ondan sonra mənim necə biri olduğumu soruş. O zaman deyil, onların necə içi yüzlü olduğunu görəcəksən. Rasulullah sallallahu aleyhi və səlləm dediyi kimi edir, Yahudiləri çağırır və soruşur. Abdullah İbn Səlamı siz necə bir olaraq bilirsiniz? Onlar isə deyirlər ki, Abdullah İbn Səlam çox yaxşı biridir, insanların ən xeyirlisidir, atası da ən xeyirli olanlardandır. Sonra da deyir ki, bəs Abdullah İbn Səlam müsəlman olmuşdur. Çıxır Abdullah İbn Səlam da özlə onu təsdiqləyir, Yahudilər başlayırlar əsəbləşməyə. Abdullah İbn Səlam deyirlər ki, ən şərlidir, babası da ən şərlidir. Orada Abdullah İbn Səlam deyir ki, gördün mü ya Resulallah, dediyim kimi nə eyni nə oldu. Burada da biz Yahudilərin necə ikiyüzlü olduğunu, yəni daha doğrusu Yahudi pis insanların Allahdan uzaqlaşmışlar, qəlb fikirlənmişlər, dünyaya, bala şöhrətə qapılmış insanların daha doğrusu necə ikiyüzlü olduğunu biz burada görürük. Hətta Abdullah İbn Səlamın cənnətlə müjdəli olan 10 nəfərdən olmasa belə, onun cənnətlə müjdələndiyi söyləndi. Necəmi? Yəni bir gün Rasulullah sallallahu aleyhi və səlləm sahabələrlə birlikdə oturub yemək yeyərkən deyir ki, o yeməyinizin bir hissəsini saxlayın, birazdan qapıdan cənnətlə müjdələnən bir insan girəcək. Və biraz keçdikdən sonra Abdullah İbn Səlam qapıdan girir və ona müjdələyirlər ki, Rasulullah sənin haqqında belə bir müjdə vermişdin, çox sevinir və ağlaya-ağlaya da yeməyini yeməyə başlayır. Və bunun kimi digər bir neçə hədisdə də onun cənnətlə müjdələndiyini yəni xəbərlənmişdir Rasulullah sallallahu aleyhi və səlləm. Sonra da mən sizlərə Abdullah İbn Səlamın Quran-Kərimdə keçməsindən bəhs edəcəm. Yəni 21 ədəd ayə onunla bağlı enmişdir. Bu ayətlərdən bir neçəsini mən sizlərə oxumaq istəyirəm. Bunlardan birincisi budur ki, bir gün Abdullah İbn Səlam ağlaya-ağlaya məscidə gəlir, deyir ki, mən müsəlman olduqdan sonra bütün dostlarım, bütün tanışlarım, qohumlarım məndən üz çevirdilər, mənə uzaq oldular, mənə pis davranmağa başladılar deyə ağlaya-ağlaya bir gün məscidə gəlir və bu zamanda ayət nazil olur. Maidə surəsi 55-56-cı ayətdir bunlar. Sizin dostunuz ancaq Allahdır, Peyğəmbəridir, bir də Allahın əmrinə boyun əyib namaz qılan, zəkat verən möminlərdir. Kim Allahı, Peyğəmbərini və iman edənləri vəli, yəni dost edinərsə, bilsin ki, Allahdan yana olanlar mütləq qalib gələcəkdir. Və bundan sonra növbəti bir ayə də onun haqqında enmişdir. Bunu da sizlərə oxumaq istəyirəm. Aynı İmran surəsi 113-114-cü ayət. Kitab əhlinin hamısı bir deyildir. Onlardan gecələri səzdəyə qapanaraq Allahın ayələrini oxuyub duranlar vardır. Bunlar Allaha və axirət gününə inanar, pislikləri dəf edər, yaxşılıqlara qaçarlar. Məhz onlar yaxşılardandırlar. Bayaq da sizə qeyd etdiyim kimi biz bütün əhli kitabı, yəni kitab əhlini, bütün Yahudi Hristiyanlar da pis bilməməliyik. Onlar içərisində deməli yaxşılar da var imiş, gözəl insanlar da var imiş. Sonuncu ayəmizdə bir gün Abdullah İbn Səlam düşünür ki, görsən biz hansı əməli eləsək Allah bizdən çox razı qalar deyir və bu anda Rasulullah gəlir və bir ayətin enməsindən bəhs edir. Bu ayətimizdəki Saf surəsi 4-cü ayətdir. Şübhəsiz Allah öz yolunda sanki möhkəm tikilmiş bir divar kimi səf-səf olub döyüşənləri sevir. Yəni Allah birlikdə olanları, Allah bir-biri ilə dost olanları, bir-birinin qüsurlarını örtənləri və birlik olanları sevir. Bəzən bizim bir çox məşhur sözü var ki, tək edəcəm, evdə oturacağam, kitabımı oxuyacağım, şey edəcəm, bəs amma təkliklə olmur. Demək ki, Allah bizdən yalnızlığı yox, birlikdə olmağı istəyir. Müsəlmanlarla birlikdə olub, onlarla birlikdə vaxt keçirməyi, Allah üçün bir şeylər eləməyi, bəzən istişarə etməyi istəyir. Yalnız olduğumuz zaman biz
çox bir şey əldə edə bilmirik. Buna görə çalışın ki, möminlərlə birlikdə olun.